Tərtər rayonunda ər və arvadı qətlə yetirib. Evləri qarət etdikdən sonra yandırmaqda təsdiqləndirilən rayon sakini Vüqar Baxşəliyevin cinayət törətməsi təfərrüatı məlum olub. Məlumata görə əvvəllər oğurluğa görə məhkum olmuş Vüqar Baxşəliyev cəzasını çəkib qayıtdıqdan sonra atasının il mərasimini keçirtmək üçün pul axtarıb. O, Əskər Səmədovun evinə pul olduğunu öyrənərək avqustun 6-sında səhər saatlarında bıçaqla həmin ünvana gedib. Ev sahibi Əskər Səmədov pulun yerini demədiyi üçün Baxşəliyev onun boğaz nahiyəsinə bıçaqlayaraq öldürüb. Səsə otaqdan çıxan Adile Hüseynovanı da qətlə yetirdikdən sonra evdən axtarış apararaq pulu götürüb. Daha sonra Vüqar Baxşəliyev meyitlərə və evə benzinlə od vurub yandırmaqla cinayətin izlərini itirməyə çalışıb. Lakin Tərtər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin təsadüfən baş vermədiyi, naməlum şəxs tərəfindən qəsdən və tamam məqsədi ilə törədildiyi müəyyən edilib. Tərtər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının səyi nəticəsində cinayət isti izlərlə Vüqar Baxşəliyev tərəfindən törədildiyi müəyyən edilərək o saxlanılıb və istintaqa təhvil verilib. Araşdırma zamanı oğurlanan pulların saxlanılması üçün dayısına verildiyi məlum olub. Baxşəliyev dayısına həmin vəsaitin cəzaçəkmə müəssisəsindəki dostlarının göndərdiyi pul olduğunu deyərək atasının il mərasimini keçirəcəyini bildirib. Sonradan həmin vəsait istintaq tərəfindən götürülüb. Müsad Afiqoğlu, Aran TV, Tərtər.